İndi o, Qur'an-ı Kərimin sonuna, 30-cu cüzə çatıb, onu tamamlayanda əslində yolun başlanğıcına çatmış olur. Yaxşı, bəs bundan əvvəl nə idi? O, 30-cu cüzə çatana qədər 1 il, 2 il oturub, bir surə, 2 surə, bir cüz, 2 cüz əzbərləyirdi. O hələ yolun başlanğıcına çatmamışdı. Bəs nə edirdi? Pillələri qalxırdı. 30-cu cüzü tamamlayanda isə yolun başlanğıcına çatdı. Hansı yolun? Cənnət yolunun. İndi sən Qur'an-ı Kərimi xətm etdikdən sonra yolun başlanğıcına qədəm qoymuş oldun. Biraz əvvəl dediyim kimi, bu yolun sonu insan ölənə qədərdir. Bəs nə etməlidir? Qur'anı özü ilə götürməli, özünə yoldaş etməlidir. Öldüyü zaman hər şeyi arxada qoyacaq. Qəbrə daxil olduqda isə Qur'an gəlib ona sahib çıxacaq və onu cənnətə çatdıracaq. Başa düşdün necə? Allah sizə bərəkət versin və sizi müvəffəq etsin.